Hər şey Allahın qəza və qədərinə bağlıdır. Narahat olmaq isə heç nəyi dəyişmir. İtirdiyin hər şey Allahın mənim üçün hazırladığını daha böyük bir xeyrə yol açar. Məndən alınan hər nemətin qarşılığında Allah yanında mənə veriləcək daha üstün və daha qalıcı bir nemət vardır. Hər bir şeyin arxasında bir hikmət var. Əgər onu görə bilsəydim, bəlkə də başıma gələn müsibətin belə bir xeyir olduğunu anlardım. Mömin yaşadığı hər çətinlik əslində ya mükafatdır, ya bağışlanmadır, ya da dərəcəsinin yüksəlidir. Və Allah yanında olan hər şeydən daha xeyirli və daha nədir? Davamlıdır. Baxın, nə deyir? Fatihə surəsi mənə nəyi öyrətdi deyir, baxın. Əgər Allah səni öz mərhəməti ilə əhatə etsə, sevdiyin şeyləri versə, zərər verəcək şeyləri səndən uzaqlaşdırsa, qəlbinə arxayınlıq və rahatlıq gəlsə, yenə də bu dünya sənin üçün əbədi yurt deyil. Məlik yevmiddin, qiyamət gününün sahibi. Bu dünya sadəcə bir imtihan keçid yeridir. Allah istəyərsə, bu dünyadakı vəziyyət birdən dəyişə bilər. Heç də daimi deyil, heç də daimi deyil. Ona görə Allah sənə qiyamət gününü xatırladır ki, anlayasan, insan zəifdir, gedicidir. Hər gün Rəbbinə biraz daha yaxınlaşırsan. Və onun qarşısında dayanacağın günü unutmamalısan. Beləcə sən həm nemət içində olanda, həm də imtihan içində olanda Allahı yad edirsən. Ona şükür və həmd edəsən. Çünki o sənə doğru yolu göstərir, nemət verdiyi kəslərin yoluna.